Deməli, bugün ayın neçəsidir bugün? Bugün ayın 11-i. 11 dekabrda, 11 dekabr 2025-ci ildə biz Atlantik şirkətinin dəvəti ilə gəlmişik böyük bir, dünyanın ən mötəbər bir sərgilərindən birinə, avto mexanika sərgisinə. Atlantik şirkətinin məhsullarının da stendi nümayiş olunur. İndi hal-hazırda biz gedirik həmin stenda doğru və digər məhsullarla da burada tanış ola bilərik. Burada görürsünüz, çox maraqlı və müasir standartlara cavab verən məhsullar nümayiş olunur. Xüsusilə vurğulayırıq ki, Atlantik məhsulları beynəlxalq keyfiyyət standartlarına cavab verən bir yağdır və orada Atlantik şirkətinin 40-dan artıq beynəlxalq sertifikatı var. Bu sertifikatlardan təkcə 15-i Mercedes-Benz şirkət tərəfindən verilir. İkisi General Motors tərəfindən verilir. İkisi Volvo tərəfindən verilir və s. və s. standartı olur. Məsələn, o stenddə bir başqa bir məhsullardır. Bu birisi stenddə də bizim Atlantik şirkətinin tam mərkəzdə böyük bir ərazini bizim Atlantik məhsulları tutub. Bizim Atlantikin rəhbəri də Cavad bəy də oradan bizə əl eləyir. Bir dənə zəhmət olsun Cavad bəy Fox elə. Cavad bəy Fox elə əl eləyir. Əl eləyir. Çək o deyir, o da oğlandı. İndi yaxınlaşaq, bu bizim stenddir. Biraz uzaqdan çək, ağzıma girmə. Bayaqdan bizim danışdığımız, bəhs elədiyimiz həmin o 10 ildir bizim distributorumuz elədiyimiz məhsul buradadır. Gəl. Hello, Hüseyin. How are you? Good to see you. Do you know this boy? I'm waiting for this. He's the most famous. Most famous